Əgər bir ev sahibi ki, ustadan ucuz işləməyin tələb eləyirsə, axırda o ustadan keyfiyyət tələb eləyə bilməz. O insanlar ki, bir şeyi dərk eləsinlər ki, sürət olan yerdə keyfiyyət ola bilməz. Siz ustaya ucuz qiymət təklif edirsiniz, usta məcburiyyətdən gəlib bunu işləyə bilər, amma burada keyfiyyətli iş olmayacaq. Bilirsiniz niyə? Çünki ucuz qiymətə pul qazanmaq olmayacaq. Usta da gələcək ki, pul qazansın, məcburdur burada sürəti artırsın. Sürəti artıranda da keyfiyyət aşağı düşəcək. Ona görə, əziz dostlar, gözəl insanlar, belə şeylərə diqqət edin. Yəni siz 5 manata ancaq bazardan broiler ala bilərsiniz, quzu əti yox.